Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün edvento.net saytı üzərində yeni bir tapşırıq tipinin yaradılması ilə məşğuluq. Bu tapşırıq tipimiz uyğunlaşdırma tapşırığıdır. Yəni pair matching dediyimiz, yəni cütlərin bir-biri ilə uyğunlaşdırılması. Bu tapşırıq necə yaradılır? Bütün tapşırıqları yaratmaqda olduğu kimi burada da yenə Create New Activity düyməsini vurursunuz. Buradan çıxan tapşırıq tiplərimiz içərisindən match, yəni uyğunlaşdırma tapşırığını seçirsiniz. Sonra tapşırığımıza bir ad qoymaq lazımdır. Mən tapşırığıma belə bir ad qoyuram. Düz yazdığımı ümid edirəm, bəli. Components, bəli. Create Activity deyirəm və tapşırığı yaratdım. Burada aydın məsələdir ki, cütlüklər var. Yəni A kolonu B kolonu ilə uyğunlaşır. Məsələn, böyük A-ya kiçik A, böyük B-yə kiçik B belə-belə uyğun gəlir. Ya da Azərbaycanın paytaxtı Bakıdır, Rusiyanın paytaxtı Moskvadır. Yəni belə tapşırıqlar yığmaq üçündür. Amma burada gözəllik ondan ibarətdir ki, bura şəkil və ya səs faylda yükləmək olar. Yəni ingilis dili müəllimləri sözləri verib oxunuşunu seçdirə bilərlər və ya başqa fən müəllimləri nəyinsə şəklini qoyub adını istəyə bilərlər və s. Hansı ki, mən tam olaraq bunu eləyəcəm. Məndə dövrə elementləri var. Yəni fizikadan bildiyimiz həmin o dövrə elementləri. Bu dövrə elementlərinin şəkillərini qoyub onların adlarını soruşacağım. Təbii ki, siz bunu başqa formatda da eləyə bilərsiniz. İlk öncə tema, yəni arxa fonu seçməklə başlayaq. Yenə hər zaman sevdiyim arxa fonu istifadə edirəm. Və bu arxa fonu seçəndən sonra biz bura tapşırıqları əllə də yarada bilərik. Yəni cütlükləri biz də yaza bilərik. Bu da mümkündür. Ya da heç yazmayıb şəkillə də uyğunlaşdırmaq olar, ya da səslə də uyğunlaşdırmaq olar. Bu da mümkündür. Amma mən işimi sadələşdirmək üçün datalarımı götürmüşəm. Burada qeyd kitabçam var. Burada götürmüşəm. Bu məlumatı istifadə edəcəm. Bunu mən artıq CSV faylına da çevirmişəm. AI tool'dan istifadə edib onu birbaşa bura import eləyirəm ki, vaxtım getməsin. Import yerinə keçirəm. Normalda bilirsiniz, biz buradan şablonu yendiririk. Şablonun içini AI aləti ilə sualla doldururuq. Ondan sonra yeni şablonu bura yükləyirik. Amma məndə buna ehtiyac yoxdur, çünki bunların hamısını video başlamadan eləmişəm. Ona görə də sadəcə olaraq bu hissəni seçirəm və mənim yeni şablonumu, hansı ki içində fikir verirsinizsə burada da görünür. Bunun içərisində həmin o belə deyək, açar sözlər və onların izahları var. Bunu çağırıram sistemin içinə. Sistemin içinə çağırandan sonra etməli olduğum tək şey start import dediyim bu əmrdir və bütün suallar artıq yerinə yerləşdirildi. Əgər siz istəsəniz bunu bu şəkildə də istifadə edə bilərsiniz. Məsələn test game deyim. Siz məsələn burada fikir verirsiniz dövrə elementləri və onların adı. Yəni bunun özü də əslində bir tapşırıqdır. Yəni bunu da istifadə etmək olar, amma mən daha artığını istəyirəm. Bunun üçün burada yuxarıda bilirsiniz ki, geriyə qayıtma düyməmiz burada olur. Buradan qayıdıram bura. Circuit Components tapşırığımı yenə redaktə eləyirəm və bu dəfə hər birini bir-bir seçib redaktə eləyib ora həm də dövrə elementinin şəklini əlavə eləyirəm. Məsələn bu nədir? Open switch. Mən sözün özünün yanına yox, belə deyək də, sözün özünün yanına yox, bu hissəyə, yəni definition hissəsinə şəkil çağırmaq istəyirəm. Buradan şəkil seçirəm. Ekrandaydı mənim şəkillərim. Switch dediyim hissəyə gəlirəm. Bir dəqiqə. Burada switch'in close-u var. Bu da open-udur, bəli. Bunu bu şəkildə buraya əlavə elədim. İstəsəm sözü də silə bilərəm. Tapşırığın artıq tipi tamam dəyişir. Yəni şagird artıq tapmağa çalışır ki, hansı şəkil open switch-i göstərir. Yəni az öncə göstərdiyim tapşırıq tamam başqa bir tapşırıq olaraq qalır. Bu yeni tapşırıq tamam yeni bir tapşırıq olur. Bu şəkildə ikincini də redaktə eləyirəm. Burada lampa istəyir. Mən lampanı tapıram. Lampamız burada. Götürdük və bu sözü silə bilərsiniz. Və update pair dedik. Növbəti cell-dir, hücrə. Yenə də hücrəni tapaq. Cell seçdik və bunu sildik. Artıq update pair və növbəti batareya. Batareyanı da tapaq buradan. Batareya hardadır? Burada. Batareyanı da seçdik və bunu da sildik. Update pair və növbəti voltmetrdir. Yenə redaktə eləyirəm. Voltmetrin adı hardadır? Burada. Götürdüm. Bunu sildim və update pair. Ondan sonra növbəti resistordur. Resistorda da
update peer, register burada götürdüm ve bunu sildim. Update peer getdi o da. Və növbəti fuse'dur. Fuse'u da axtaraq şəkillərdən. Fuse. Burada olmalıydı fuse. Burada. Onu da tapdıq və bu sözü də sildik. Yenə update peer və sonuncusu da təbii ki ampermetrdir. Ampermetri də tapdıq. Ampermetr, İngiliscə ammeter deyilir və bunu da götürdük və update peer. İndi artıq tapşırıq tamam başqa bir tapşırıq oldu və mən bunu save eləmək istəyirəm. Save. Artıq circuit elements tapşırığımı launch elədiyim zaman belə maraqlı bir şey yaranır. Şagirdin etməli olduğu tək şey, məsələn, cell hücrə hansıdır? Budur. Seçdi və hazır. Məsələn, gələk bura ampermetr tapdıq, lampa tapdıq, batareya hazır, open switch hazır, voltmeter hazır, fuse burada hazır və resistor hazır. Və bu şəkildə 800 deməli skor qazanır və 8 cütlüyü tapdığı üçün, yəni 8 cütlüyü tapdığı üçün. Bu skor aydın məsələdir ki, əlavə olunur şagirdin profilinə və bu şəkildə buradan back to hub vura bilərsiniz və beləcə də tapşırığımız hazır olmuş oldu. Bu tapşırığı sinifə göndərmək və s. bu başqa bir videonun mövzusudur. Bugünlük bu qədər. Növbəti videolarımızda görüşənə qədər deyirəm. Hələlik.